Regionlarda iri və xırda buynuzlu heyvanlarda müşahidə olunan dabaq xəstəliyi əhali arasında qırmızı ətə biraz tələbatı azaldıb. Son dövrlər həm toyuq ətinə, həm də yumurtaya tələbat artıb. Bölgə TV xəbər verir ki, bu sözləri açıqlamasında Azərbaycan Quş əti Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İctimai Birliyi sədri Mürvət Həsənli deyib. O bildirib ki, yaxın gələcəkdə ölkədə yumurta qıtlığı baş verə bilər. Əvvəllər ölkə əhalisi gündəlik 3,6 milyon ədəd yumurta istehlak edirdisə, bu il həmin rəqəm 4,8 milyonu ötüb. Yumurta istehlakı toyuq ətinə nisbətən daha çox artıb. Bazarda yumurta qıtlığı olmasa da, yaxın gələcəkdə baş verə bilər. Əhalinin böyük əksəriyyəti qırmızı ətdən sonra protein mənbəyini əsasən yumurtadan alır. Bu baxımdan yumurtaya tələbat ciddi şəkildə artıb. Ancaq qiymətlərdə hansısa artım yoxdur. Mürvət Həsənli qeyd edib ki, hazırki tendensiyanı qiymət artımı olmadan başa vurmaq mümkündür. Fikrimcə biz bu periodu qiymət artımı olmadan keçirə biləcəyik. Toyuq əti ölkəmizdə kifayət qədər istehsal olunur. Tələbat artsa da, istehsalda da artım özünü göstərir. Qonşu ölkələrdən məsələn Türkiyədə yumurtanın mağazalardakı satış qiyməti 25 qəpikdir. Gürcüstanda 24-25 qəpik, Rusiyada 24-26 qəpik, Avropa ölkələrində isə 32-38 qəpik arasında dəyişir. Qeyd edək ki, son zamanlar regionlarda iri və xırda buynuzlu heyvanlar arasında yayılan dabaq xəstəliyin səbəbindən əhali arasında quş və quş əti məhsullarına tələbat xeyli artıb. Rəna Rövşən qızı, BTV.